Böyüyəndə mən də maşın sürəcəm. Amma adi maşın yox. Mən şəhərdə hamıdan fərqli maşın sürəcəm. Qəşəng olacaq, amma ağıllı da olacaq. Sonra anamı, atamı, babamı gəzdirəcəm. Hamı arxada rahat oturacaq. Bütün oyuncaqlarım da yerləşəcək. Mənim maşınım həm elektriklə gedəcək, həm də çox uzaqlara. Atam deyir, gələcəyin maşınları belə olur. Mənim maşınım gələcəkdən gəlmiş kimi olacaq. Böyük ekranı olacaq, işıqları olacaq, hər şeyi ağıllı olacaq. Mənim kimi. Atam deyir, ən yaxşı maşın odur ki, ona güvənəsən. Ona görə Dongfeng 10 il zəmanət verir. Mən böyüyəndə necə biri olacağımı bilmirəm. Amma necə maşın sevəcəyimi artıq bilirəm.